Salam qızlar, yeni bir gündən hər kəsə xoş gördük. Gününüz uğurlu, bərəkətli, xoş keçsin inşallah. Arxadan Hüseynin səsi gələ bilər. Buna görə sizdən çox üzr istəyirəm. Belə narahatçılığı verdiyim üçün sizə. Düzdür, bəzi hekayələrdə yazmışdılar ki, Hüseynin səsinə çox xoşumuz gəlir, davam elətdirin. Bilirsiniz ki, hekayədə Hüseyn də səsləndirmə eləyirdi. Yarısı yazırdı ki, bacı, lazım deyil, sən səsləndirmə elə, xahiş edirəm. Çoxsu isə Hüseynin səsindən xoşu gəlirdi. Neysə qızlar, durduq, üzümüzü falan yuduq, başladım süfrəni hazırlamağa. Deyəcəksiniz ki, tavan niyə qoymusunuz qabağı? Biraz çox yağlı eləmişdim, dedim, hayf olmasın. Qızlar, dünənlər yağış yağırdı deyə ipdən bütün paltarları gətirdim, qoydum bura, axşam. İndi deyirəm ki, bunları hamısını bir qatdalayım, yerinə yığım. Dünən ərindiyimdən paltarları götürməyəcəkdim ipdən, amma gördüm ki, yağış yağacaq. Yaxşı ki, telefonda proqram var, yazılmışdı ki, 60 dəqiqədən sonra yağış başlayacaq. Ona görə tez bazar götürdüm paltarları ki, hayf olmasın. Çünki yağış dəyəndən sonra gərək ikinci dəfədə mən bunları yuyum, sərim. O da vaxtımı aparacaqdı. Qızlar, biz kirayədə qalırıq. Məni əvvəldən izləyənlər bilir yəqin ki, mən əvvəl qaynanamla qalırdım. Amma artıq 4-5 aydır ki, biz kirayədə qalırıq. Videonun başlığında da gördüyünüz kimi, əslində mən bütün demək olar hər nəyimi yığmışdım ki, gedim rayonda qalaq. Təzə evə köçənə qədər, amma alınmadı. Özünüz də yaxşı bilərsiniz ki, indi kirayədə qalmaq həqiqətən də çox çətindir. Bu bir otaqlı biz evə veririk ki, 400 manat. Kommunalı falan hər nəyi gəlir bizə 500 manata çıxır qızlar. Niyə qızlar bir otaqlıdır? Çünki bu qiymətə 2 otaqlı da var idi. Sadəcə bura biz ilk dəfədir ki, biz gəlirik. Yəni ki, bura kirayə verilməyib. Bura gələndə hər nə təzə idi. Televizor, paltar yuyan, xaladenik, hər nə təzə idi qızlar. Biz açdıq, salafanını falan biz açdıq. Ona görə bura təzə idi deyə, heç kəs gəlməmişdi deyə bizə bura daha xoş gəldi ki, burada qalaq, buranı kiralayaq. Ona görə buranı kiraladıq. Paltarlarımızı da belə qəşəng qatdaladım. Qızlar, əsaslar da qatdaladım. Ondan sonra lazım olanları ütülüyüb elə istifadə edəcəyik. Əsas paltarları qızlar götürdüm rayondan. O birisiləri isə çoxsunu demək olar atdım. Bir də görsən var idi 2-3 dəfə heç geyinmədiyim paltarlarımı. Sonra fikirləşdim ki, onları onsuz da geyinmirəm. Onları neynirəm ki, saxlayıb. Elə hər dəfə olur ki, bu gün geyinəcəm, sabah geyinəcəm, bu gün geyinəcəm, sabah geyinəcəm. Baxıram görüm heç vaxta geyinmirəm. Ona görə onları Rüstəmin, Hüseynin, özümün paltarları nə var idisə geyinmədiklərimizi onları hamısını atdım ki, yer də çox tutmasın. Allah hər kəsin arzularını versin inşallah. Hər kəs kim əgər ev almaq istəyir, maşın almaq istəyir, nə almaq istəyir inşallah xeyirlisi ilə alsın. Mən bütün qızlar demək olar cehizimi, qablarımı, hər nəyimi rayona aparmışam. Hamısı rayondadır. Çünki istəmədim kirayə evə gətirəm. Bura balacadır. Düzdür, aylıq kirası yəni biraz yüksəkdir. Amma yenə də bir otaqlıdır qızlar. Buna görə vəbşəm yəni yeri yoxdur burada o qabları qoymağa heç bir yer. Gərək harasa qoysam, orada gərək zanit ola, ora girməyəm. Ona görə bütün qablarım, hər nəyim aparmışam, rayonda evimizdədir. Qızlar, yoruldum, oturdum. Heç nə eləmədim, bircə nahar yedik. Sonra paltarları qoydum yerinə, yoruldum. İndi yeri falan yığım. Hüseyin elə durmamışdı. Yeri falan yığım, sonra gedim qablarımı yuyum. Sonra tostoranlamalıyam, yeri silməliyəm. Yavaş-yavaş eləyərəm. Görüm, başlayaq. Hüseyin də Rüstəmin paltarlarını geyindirdi ki, aparım biraz gəzdirim. Dedim, birlikdə gedərik. Dedi, yox, hələ uşağı gəzdirim, ondan sonra gələrik, birlikdə çıxarıq. Neysə, ona görə onlar getdilər. Vəbşəm, evdə Rüstəmlə Hüseyin olmayanda elə biləm ki, işlərim daha qaydasında olur. Çünki uşaq tökmür, Hüseyin nəsə istəyəndə məni çağırmır deyə yaxşı fokuslanıb işlərimi görə bilirəm. Burada da qəşəng hər yerin tozunu alıram yavaş-yavaş. Qızlar, yatağı yığdım, oranı sildim, pəncərə ağzını falan sildim. Pərdəni tez yumuşam. İndi bir dənə tostoranlayacağım burada qəşəng. Yoruldum. 2-3 görən kimi, ay qızlar, siz də belə olursunuz, təngi nəfəs oluram. Qanım azdır, nədəndir görən. Siz də belə olursunuz, yoxsa tək mən eləyəm. Tənbələm, iş görən kimi ürəyim olur, təngi nəfəs oluram. Nədəndir bu, bilmirəm.
Qızlar, bu tostoran da mənim deyil. Kirayədə qaldığım, yaxşı ki evdə var idi. Özümlə niyə gətirmədim qızlar tostoranımı? Çünki çox ağır idi özüm tostoranım, yekə idi. Mən o əldə olanlar var. İnşallah ondan istəyirəm alam. O daha yüngüldür, daha yaxşıdır. Həm də daha yer az tutur. Bir dənə də tostoran var qızlar, belə yumru olan. O deyirlər ki, o daha yaxşıdır. Həm silir, həm də ki tostoranlayır. Sadəcə çox adam da deyir ki, yaxşı təmizləmir. Çox adam deyir, yox, çox qəşəngdir. Elə qoşuram, özü təmizləyir, özü silir. Nə bilim, indi qalmışıq belə. İndi görək də inşallah hansı olacaqsa onu alacağıq. Qızlar, başlıqda da gördüyünüz kimi rayonda da biraz anamla söhbətimiz oldu deyə elə başımı tutub yəni gəldik kirayədə. Əslində kirayədə qalmaq niyyətimiz yox idi. İstəyirdik ki, elə birbaşa evimizə köçək, amma alınmadı. Ona görə gəldik, kirayədə qaldıq. Çünki bilirsiniz də istəyirdik ki, əlimizdəki pulu boş yerə xərcləməyək də, kirayəyə pul verməyək. İndi bilirsiniz ki, yaşamaq, dolanmaq çətindir də həqiqətən də. Ona görə hər nə istəyirdik ki, əlimizdə qalsın, onu başqa yerə xərcləyək, amma alınmadı. Ona görə gəldik, kirayədə qaldıq. Şükür bu günümüzdə hər şeyimiz yaxşıdır. Qızlar, sildim buranı. Buradan deyə belə. Oldu tamız. 2 dəfə sildim. Bir dəfə də silim. Всё. Qızlar, oranı sildim. İndi bu xaçanı götürüm. Buranı deyin, silim, qurusu. Götürdüm, indi siləcəm qızlar. Silim buranı qutarım. Bir də güzgün siləcəm. Hələ yeri silim, sonra oranı güzgün də silib qutararam. Qızlar, güzgün də sildim, qəşəng. Güzgün demək olar mən hər gün silirəm. Niyə görə? Çünki Rüstəm gəlir, əlim belə barmaqlayır, iz qalır. Düz çox eləmir uşaq, yazıq. Amma yenə də barmaqlayır da. Ona görə silirəm, indi sildim. Qızlar, spirtlə silirəm. Spirt vuran kimi qəşəng gül kimi olur. Qızlar, anamla niyə aramızda söhbət oldu? Mən artıq anama demişdim ki, ana, mən təzə evə köçmək istəyirəm. Buna görə də əlimdəki hər nəyim var, cehizlərim, onu gətirib rayonda evə qoymaq istəyirəm. Anam da dedi ki, lazım deyil, birbaşa elə köç öz evinə, bunları bir də gətirib bura qoyma. Mən də dedim ki, yox, gətirim qoyun bunları. Çünki hələ həmin ev dedilər ki, 1 ayamı, 2 ayamı boşalacaq. Ondan sonra biz ora köçəcəyik. Dedi ki, onda qalsın qaynananın evində, gətirmə bura. Nəysə belə başladı söz-söhbət olmağa. Çünki anamın evin bir otağımızda da demək olar bibimin əşyaları var idi. Anam da elə deyinirdi ki, bu burada qaldı. Yəni gəlib hələ götürmədilər. Mənə narahatçılıq verir. Bu da mənə başladı beynimdə ki, yəni mənim də anam, yəqin ki, mənim də verveşim anama narahatçılıq törədir. Başladı belə beynim belə şeylər törətməyə. Ona görə biraz pis oldum. Sonra başladı bacım həmin deməyə ki, hə, gətirib bura tökdülər bütün hər nə verveşlərini. Anam keçə bilmir ora-bura. Başladı anam söhbəti olmağa. Nə bilim, elə bir ki, mən özümü elə hiss elədim ki, elə bilim ki, yad insanam da. Yəni ki, belə hiss elədim özümü, çox pis hiss elədim. Belə qızlar biləndə ki, anam artıq biz orada 1 ay falan qalacaq. Artıq da nə bilim başladı belə sifət eləməyə. Gah dedi su çox istifadə olunur, gah dedi çörək çox istifadə olunur. Mən də anama demişdim ki, narahat olma, Hüseyni 2-3 günə pul veriləcək, hər şeyi alacaq. Danışa-danışa qızlar vlogumun sonuna gəldik. İzlədiyiniz üçün çox sağ olun.